Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer aclıq və zəlzələlər olacaq. Bütün bunlar sanki doğuş ağrılarının başlanğıcıdır. Bu qorxuludur. Fəlakətlər müqəddəs kitabın peyğəmbərliklərinə uyğun gəlir. Peyğəmbərliklərdəki son fəlakətdən xilas olmaq üçün heç bir yol yoxdurmu? Tanrı bizə həmişə fəlakətlər haqqında peyğəmbərliklərlə yanaşı xilas yolunu da öyrədib. Həqiqətən, o, son fəlakətdən xilas olmağın yolunu müqəddəs kitabda qeyd etdi. Tanrıya inanan iki ölkə var idi. Şimal İsrail müharibə ilə məhv edildi və Cənub Yahuda qorundu. Nə üçün yalnız Cənub Yahuda müharibədən qorundu? Çünki İsrailin şimalı Pasxa bayramını qeyd etmədi. Cənub Yahuda isə Pasxa bayramını qeyd etdi. Hətta müharibə fəlakəti belə Pasxadan qaçdı. Pasxada padşahlığın yüksəlişini və ya süqutunu müəyyən edən hansı sir gizlənib? Gəlin Pasxa bayramının mənşəyi ilə sirri tapaq. Təxminən eramızdan əvvəl 1498-ci ildə Misirə ilk oğlun vəbası gəlməzdən əvvəl Tanrı İsraillilərə Pasxa bayramını qeyd etməyi əmr etdi. Çünki o, Pasxa quzusunun qanının əlamət olacağını və onların üzərindən fəlakətlərin keçəcəyini vəd etmişdi. Buna görə də bayramın adı Pasxadır, yəni fəlakətlər üzərindən keçib gedir. Müqəddəs təqvimlə 1-ci ayın 14-cü günü axşam 1 yaşlı quzunun qanını qapının çərçivəsinə sürtərək və qovrulmuş ət yeyərək Pasxa bayramını keçirənlərin hamısı Tanrının vədinə uyğun olaraq ölüm bəlasından xilas oldular. Lakin Pasxa bayramını qeyd etməyənlər ölüm vəbasına düçar oldular. Onda quzu kəsməklə və Pasxa bayramını qeyd etməklə fəlakətlərdən xilas ola bilərikmi? Bu yer üzünə Pasxa quzusunun gerçəkliyi kimi gələn isə müqəddəs təqvimlə ilk ayın 14-cü günü Pasxa quzusunun qurban edilməsi üçün gözlədi. Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. O, həmçinin bizə yeni əhd Pasxa bayramı haqqında İsa'nın ətini və qanını yediyimiz bayramı, Pasxa çörəyi və şərabını öyrətdi. Buna görə də bu əsrdə biz yeni əhdin Pasxa bayramını qeyd etməklə fəlakətlərdən qaça bilərik. İndi son böyük fəlakət haqqında peyğəmbərliklər qarşımızda durur. Budur, soba kimi yanan o gün gəlir. O gün göylər böyük gürültü ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq. İndiki yer və göylər isə oda təslim olmaq üçün təyin olunub, Allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır. Son fəlakətdən xilas olmağın yeganə yolu yeni əhdin Pasxasıdır. İsa'nın təliminə görə müqəddəs təqvimlə 1-ci ayın 14-cü gününün axşamı Pasxa bayramını hansı kilsə qeyd edir? Hazırda Tanrı kilsəsi Dünya Missiyası Cəmiyyəti dünyada yeganə kilsədir ki, Pasxa bayramını isə Məsihin son şam yeməyi kimi çörək və şərab vasitəsilə qeyd edir.